47-ci sual. Y bərabərdir 5x kubu çıxılsın 30x kvadratı üstə gəl 7. Funksiyasının qrafikinə müəyyən nöqtələrdə çəkilən toxunanlar apsiyoxuna paralel olarsa, toxunma nöqtələrinin apsisləri cəmini tap. Çəkilən toxunan apsiyoxuna paraleldirsə, ümumiyyətlə, x oxuna paralel olan düz xəttlərlə x ox arasındakı bucaq neçə dərəcə olur? 0. Paralel düz xəttlər arasındakı bucaq 0. Yəni, bu deyir ki, çəkilən toxunanlar x oxuna paraleldir. X oxuna paraleldirsə, arasındakı bucaq 0-dır. Bucaq 0-dırsa tangensini tapsaq nə olur? 0. Tangensi 0-dırsa nə deməkdir? Böhran nöqtəsi 0-dır. Yəni, törəməsi 0-dır. Bunun törəməsini 0-a bərabər edirik. 5x kubu çıxılsın 30x kvadratı üstə gəl 7-nin törəməsi 0-a bərabərdir. Çünki çəkilən bütün toxunanlar 0, paraleldir x oxuna. 15x kvadratı çıxılsın 60x bərabərdir 0. 15x-i çıxartdıq, mötərizə xaricində qalır. Burada x çıxılsın 4 bərabərdir 0. X bərabərdir 0, x bərabərdir 4. Nə istəyirdi bizdən? Toxunan nöqtələrin apsisləri cəmi. 0 ilə 4-ü toplayırsan. O bizdən bunu istəyir. 0 ilə 4-ü topladıq, elədir 4.